Hər vaxt xeyir olsun kanal izləyicilərimiz. Bugün Masazırda gözəl bir yerdə yerləşən 2 sot 70 kvadratın içində 2 mərtəbə 4 otaqlı evimizi sizə çəkib təqdim edirəm. Gördüyünüz kimi bu asfalt küçədir. Marketi yanında. Gördüyünüz də qabaqda duz gölü. 569 marşrutdan da arası 200-250 metr məsafəsi var. Hündür bir ərazidə yerləşir. Şok marketin arxa tərəfində düşür. Daxil olduğu evimizin belə geniş bir həyəti, gördüyünüz gibi bağı, bağçası, evimizin yanına çeşməyə vurğulu bir yer var. Evimizin vurğuluyum ki, sağ tərəfi də küçədir, qabağı da. İki tərəfli yollandır. Gördüyünüz gibi belə geniş həyəti var. Rahatçılıqla belə bir geniş 2 maşıncının həyəti, burada da boş yeri. Evin vurğuluyum ki, yan tərəfindən də dərvaza qoymaq mümkündür. Adlenini burada evdə tikmək olar. Belə gözəl bir bağlı evdir. Evimiz vurğuluyum ki, 2 mərtəbədən ibarətdir. Birinci mərtəbəsi remontludur, 2 yox. Daxil olduğu evimizin içərisinə çəkib sizə təqdim edəcəm. Gördüyünüz kimi belə geniş dəhlizi. Dəhlizimizin sol tərəfində yerləşir sanitar qurşağı. Gördüyünüz kimi işıqlı evdir. Sağ tərəfdə belə bir geniş mətbəxi. Buradan da ikinci mərtəbəyə yer qoyulub. Bağlıdır, ikinci mərtəbə remontsuzdur. Bu isə qonaq otağı. Gördüyünüz kimi qonaq otağı da yetəri qədər də genişdir. Gördüyünüz bütün bu əşyalar hamısı qalacaq. Bu isə digər bir belə bir geniş yataq otağı. Evimizin qiyməti vurğuluyum ki, sahibi tərəfindən 65.000 manata deyil, real alıcılara indirim olacaq. 2 sot 70 kvadratın içindədir, 3 sota yaxın. Gördüyünüz kimi asfalt düz kənarıdır, evin qapının həyətinə kimi də asfaltdır. Sağ olun, var olun. Kanala abunə olmağı unutmayın ki, yeni bir evdə çıxacaq baxa biləsiniz.